Hər birinizi salamlayıram. Deməli, bugünkü video izahımız Osmanlı dövləti ilə bağlı olacaq. Yəni 16-cı əsrin sonlarından 1900, yəni 13-cü ilə kimi Balkan müharibəsinə kimi olan mövzunun video izahını verəcəyik. Yəni 20-ci əsrə kimi olan bir dövrü izahını verəcəyik. Deməli, Osmanlı dövləti bu dövrdə durğunluq, geriləmə və dağılma dövrünü yaşamışdı. Durğunluq dövrü 16-cı əsrin sonlarından 1699-cu ilə kimi davam etmişdi və əlbəttə ki, bu durğunluğun daxili və xarici səbəbləri var idi. Daxili səbəbləri, yəni mərkəzi hakimiyyətin idarə ediciliyin nüfuzdan düşməsi idi, cülus bəxşişinin paylanması idi. Cülus bəxşişi nə idi? Yəni yeni taxta çıxan hökmdarın özündən əvvəlkindən belə deyək də daha çox hədiyyələr, bəxşişlər paylaması idi ki, bu da belə deyək də Osmanlının zəifləməsinə səbəb olurdu. Daha sonra ordunun əsasını təşkil edən Qapıqulu ocaqlarında belə deyək zəifləməsi idi. Elm təhsil sahəsində də heç bir belə deyək də yeniliklər baş vermirdi. Tənəzzül başlanmışdı elm təhsil sahəsində də. Xarici səbəblərdən isə danışdıqda isə artıq yəni ərazilərini genişləndirə bilməməsi, güclü dövlətlərin əhatəsində olması, daha sonra böyük coğrafi keşflərində Osmanlıya zərbə vurması idi. Daha sonra isə biz deməli Köprülü Mehmet Paşanın islahatlarından danışacağıq ki, 17-ci əsrin ikinci yarısında Köprülü Mehmet Paşa deməli dövləti durğunluqdan belə deyək də bu tədbirlər, bu islahatlar durğunluqdan çıxarda bilməsə də, ancaq onun islahatları deməli durğunluğu aradan qaldırmaq məqsədi daşıyırdı, tənəzzülün qarşısını almaq üçün islahatlar keçirmişdi. Köprülü Mehmet Paşa Anadoludakı üsyanı yatırır, daha sonra İslam alimləri arasındakı mübahisəyə son qoyur, ordunu gücləndirir, Çanaqqala boğazını, yəni Venesiyalılar mühasirə almışdı ki, Venesiyalıları məğlub edir. Ancaq yəni bu tədbirlər də durğunluğun qarşısını ala bilmir. Köprülü Mehmet Paşadan sonra oğlu Fazil Əhməd Paşa vəzifəyə təyin edilir. O da Avstriya üzərində bir çox qələbələr qazanır. Həmçinin deməli Kirit adasını 1669-cu ildə fəth edir. Daha sonra deməli bu dövrdə deməli 1684-cü ildə Katolik ölkələri, yəni Rom papasının təşəbbüsü ilə Avstriya, Malta, Venesiya Respublika 1684-cü ildə müqəddəs birlik yaradır ki, 1686-cı ildə də Rusiya bu birliyə daxil olur. 1699-cu ilə kimi davam etmiş bu belə deyək müharibələrdə Osmanlı ağır məğlubiyyətə uğrayır və 1699-cu ildə sülh müqaviləsi imzalayır ki, Osmanlı xeyli ərazi itirərək durğunluq dövründən geriləmə dövrünə qədəm qoyur. Geriləmə dövrü də 1699-dan 1791-ci illərə əhatə edir ki, bu dövrdə Sultan 3-cü Əhməd Osmanlı taxtına çıxır. Onun dövründə, yəni xarici siyasətdə 1711-ci ildə 1-ci Pyotr Prut yürüşü adlanan belə deyək də Osmanlı mühasirə alır və Prut barışığı imzalanır. Ancaq bu barədə biz daha çox Rusiya mövzusunda danışacağıq. Daxili siyasətdə isə danışdıqda isə Lalə dövründən danışacağıq ki, Lalə dövrü də 1718-1730-cu illərə əhatə edir. Lalə dövründə Sədrəzəm İbrahim Paşa təyin edilmişdi ki, o islahatlar keçirmişdir. Onun islahatlarında daha çox belə deyək də o ordudan daha çox xəzinənin boşalmasının qarşısını almağa yönəlmişdi. Həmçinin o çiçək xəstəliyinə qarşı peyvənd onun dövründə deməli başlanılır, peyvənd edilməsinə başlanılır. Daha sonra ilk mətbə Osmanlıda Lalə dövründə açılmışdı. Qara Mərmərə dənizlərinin xəritəsi çəkilmişdi. Yanğından mühafizə dəstəsi təşkil edilmişdi İstanbulda. İstanbulda yeni üslubda binaların inşasına başlanmışdı. Daha sonra isə bu belə deyək də
Sultan 3-cü Əhməd 1730-cu ildə deməli ona qarşı üsyan baş verir və o hakimiyyətdən uzaqlaşdırılır. Çünki o belə deyək də Səfəvilərə qarşı üsyan zamanı gecə gəmi ilə gedir, gündüz gəmi ilə gedir, gecə isə İstanbula qayıtdığına görə, yəni belə deyək də xalqı aldatdığına görə Yeniçərilər üsyan qaldırır və 1730-cu ildə onu taxtdan salır və hakimiyyətə 1-ci Mahmud gəlir. Mahmud da belə deyək də əmsinin islahatlarını davam etdirir. Onun dövründə belə deyək, kağız istehsal edən ilk müəssisə açılır. Daha sonra Nadir Şah Əşrarlı sülh müqaviləsi imzalayır. Daha sonra onun dövründə ilk dəfə qumbaraçılar ocağını yaratmışdır. Daha sonra isə 1768-1874-cü ildə Rusiya-Osmanlı müharibəsi baş verir ki, bu müharibənin nəticəsində də Ruslar Osmanlıları məğlub edir və 1768-1774-cü ildə əhatə edən Rus-Osmanlı müharibəsində 1774-cü ildə Kiçik Qaynarca müqaviləsi imzalanır. Kiçik Qaynarca müqaviləsi ilə də deməli Osmanlı dövləti Qərə dəniz sahillərində xeyli ərazilər itirir. Həmçinin Krım xanlığı müstəqil elan olunur. Osmanlının tərkibindən çıxır, müstəqil olur. 1787-1791-ci ildə isə əhatə edən Rus-Osmanlı müharibəsində Yassı müqaviləsi imzalanır və Yassı sülhü ilə də Dnestr çayı Rusiya ilə Osmanlı arasında sərhəd olur. Daha sonra Osmanlı dövləti Krımı, Şərqi Gürcüstanın Rusiyanın himayəsinə keçməsini qəbul edir. Əlbəttə ki, biz sülh müqavilələrinə baxmalıyıq və öyrənməliyik. Daha sonra dağılma dövründən danışdıqda isə 1791-1922-ci illər əhatə edir. Dağılma dövründə Sultan Səlimin dövründən danışdıqda Sultan Səlim hərbi vəzifəni yerinə yetirməyənlərdən Timar və Ziyaməti geri alır. Daha sonra Yeniçərilərə 3 aydan bir əlavə maaşlar verilməsini qadağan edir. Yeni hərbi hissələr yaradılır, xüsusi xəzinədarlıq təsis edilir, yeni qumbaraçı məktəbi açılır, hərbi mühəndislik məktəbinin fəaliyyəti gücləndirilir. Bu kimi yəni islahatlar keçirilmişdir. Sultan Səlimin dövründə həmçinin İngiltərə, Fransa və Avstriyada da səfirliklər açılmışdır. Daha sonra isə deməli 1860-1812-ci illərdə isə Rusiya-Osmanlı arasında müharibə baş vermişdi və bu müharibədə 1812-ci ildə Osmanlı məğlubiyyətə uğrayır və Buxarest sülhünü imzalayır. Buxarest sülhü ilə də Bessarabiya Rusiyaya verilir. Moldova və Laxi Osmanlı dövlətinin tərkibində qalır. Rus gəmiləri Dunay çayında sərbəst üzə bilərdilər. Daha sonra isə belə ki, Osmanlı hakimiyyətinə qarşı Balkanlarda yaşayan xalqların mübarizəsi güclənir, serblərin üsyanı baş verir. 1821-1829-cu ildə Yunanlıların müstəqillik uğrunda mübarizəsi, 1828-29-da da Rus-Türk müharibəsi baş vermişdi. 1827-ci ildə Navarin döyüşü baş verir ki, bu döyüşdə Osmanlı İngiltərə Fransaya məğlub olur. 1828-29-cu ildə isə Rus-Osmanlı arasında müharibə olur və bu döyüşdə deməli Osmanlı məğlub olur və Ədirnə müqaviləsini imzalayır. Ədirnə müqaviləsi Osmanlı məğlub dövlət kimi təzminat ödəyir. Moldova və Laxiya Serbiya muxtariyyət verilir. Osmanlı Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanımalı idi. Yunanıstana müstəqillik verilir və 1830-cu ildə, yəni bir il sonra Yunanistan müstəqillik əldə etmişdi. Daha sonra bu dövrdə 2-ci Mahmudun islahatları olmuşdu ki, 1826-cı ildə yeni nizami ordu, yeni piyada korpusu yaradılması haqqında fərman imzalanmışdı. 1830-cu ildə ümumi əsgəri yığma qaydasında yeni ordu yaradılmışdı. Hər bir sistemin ləğv edilməsi haqqında əmr verilmişdi. Timar torpaqları dövlətin mülkiyyətinə keçdi. Timar sahibləri təqaüd qismində kompensasiya aldılar. Daha sonra Avropa nümunəsində nazirliklər yaradılmışdı 2-ci Mahmudun islahatları nəticəsində. Daha sonra isə Sultan 1-ci Əbdülməcidin hakimiyyəti dövründə 1839-1876-cı illərə əhatə edən islahatlar Tənzimat-ı Xeyriyyə adlanırdı ki, bu da Gülxaniyə xətti şərif fərman sənədində öz əksini tapmışdı. Daha sonra biz deyəcək ki, 1865-ci ildə İstanbulda gizli Yeni Osmanlılar Cəmiyyəti yaradılmışdı ki, onlar Tənzimat-ı Xeyriyyə islahatlarının davam etdirilməsi tərəfdarı idilər və cəmiyyətdəki dəyişiklik, ədalətli idarəetmənin tərəfdarı idilər.
və onlar 1876-cı ildə deməli baş vəzir və Şeyx İslamın istefası tələbi ilə mitinqlər təşkil edirlər və 2-ci Əbdülhəmidi hakimiyyətə sultan devirərək 2-ci Əbdülhəmidi hakimiyyətə gətirirlər. Və bu dövrdə 1876-cı ildə 2-ci Əbdülhəmid konstitusiya qəbul edir və Osmanlı dövləti konstitusiyalı monarxiya olur. Lakin 1877-78-ci ildə isə deputatlar öz iclaslarında hökuməti tənqid edirlər. Buna görə də sultan konstitusiyanın fəaliyyətini dayandırır və ölkədə sərt diktatora rejimi qurur və 1877-78-də sultan parlamenti qovur. Bundan sonra belə ki 89-cu ildə gizli yenə İttihad və Tərəqqi Cəmiyyəti yaradılır ki, onun üzvləri də gənc türklər adlanırdı. Gənc türklər də üsyan qaldırırlar 1908-ci ildə və belə ki, konstitusiyanın bərpasını tələb edirlər. 1876-cı il konstitusiyasının bərpasını təklif edirlər və bundan sonra onlar 5-ci Mehmet Rəşadı Əbdülhəmidi taxtdan salırlar və 5-ci Mehmet Rəşadı taxtdan çıxardırlar. 1911-12-ci ildə isə İtaliya-Osmanlı müharibəsi olur, Trablis müharibəsi və Osmanlı dövləti Afrikadakı sonuncu mülklərini indiki Liviya ərazisində itirir. 1912-1913-cü ildə 1-ci Balkan müharibəsi olur, 2-ci Balkan müharibəsi də 1913-cü illəri əhatə edir ki, və belə ki, Bolqaristan, Serbiya, Yunanistan və Çernogoriya Balkan İttifaqı yaradaraq Osmanlıya qarşı müharibə edirlər və 1913-cü ildə 1-ci Balkan müharibəsi London müqaviləsi ilə başa çatır ki, bu da Osmanlı dövləti Ədirnə daxil olmaqla Avropadakı torpaqlarının müəyyən hissəsini itirir. Daha sonra isə Bolqaristan 1913-cü ildə Balkan İttifaqına üzv olan əvvəlki müttəfiqlərinə qarşı 2-ci Balkan müharibəsinə başlayır və bu zamanda Ədirnə və tərəfdəki torpaqları Osmanlı deməli geri alır və Buxarest həmin ildə 2-ci Balkan müharibəsi Buxarest sülhü və Bolqaristanın məğlubiyyəti ilə başa çatır. Belə Osmanlı dövləti ilə bağlı video izahımız bu qədər.